Salam, hər vaxtınız xeyir. Mən Həvva Zamirli, FES Akademiyanın Azərbaycan Dil və Ədəbiyyat Fənləri üzrə təlimçisi. Buraxılış tipli hazırladığım sınaq imtahanının izahını bu videoda təqdim edəcəm. Sınağı işləməyənlər mütləq sınağı əldə edib bu nömrə ilə əlaqə saxlayaraq 077 598 38 00 nömrəsi ilə əlaqə saxlayaraq sınağı əldə edin, onu işləyin, ondan sonra izahını dinləyin. Bu sizin üçün daha çox faydalı olar. Keçək sınağın izahına. Deməli, burada bir mətn təqdim olunub. Mən mətni burada tam şəkildə oxumaq istəmirəm. Sınağı yəqin ki işləyəcəksiniz və sonra izahı ilə tanış olacaqsınız. Sınağı işləməyənlər də mətni saxlayaraq videonu oxuya bilərlər. Oxuduqdan sonra isə deməli suallara baxaq və sualları işləyə bilərlər. Keçək birinci sualın izahına. Aşağıdakı fikirlərdən hansı mətnin əsas ideyasını daha dəqiq ifadə edir? Demək, oyun uşaqların ən sevimli, ən sevdiyi məşğuliyyətdir. Burada məsələ bu deyildi. Bu sadəcə mətndə qarşılaşdığımız bir epizoddursa, bu mətnin əsas ideyasını təşkil edə bilməz. Təbiət hadisələri hər zaman uşaqların sevincinə səbəb olur. Mətndə belə bir ideya yoxdur. Hər yağışdan sonra günəş çıxır. Heç belə bir fikir də mətndə öz əksini tapmır. Olsaydı belə bu mətnin əsas ideyasını əks etdirməzdi. Uşaqlar daim valideynlərinin köməyinə möhtacdır. Bu mətndə uşağa valideyni yox, bacısı kömək olmuşdu. Ona görə də mətnin ideyası ola bilməz. Uşaqların xəyal gücü sərhədsizdir. Bəli, bunu ideya götürə bilərik. Demək, mətnin məzmunundan da tanış olandan sonra görəcəksiniz ki, kiçik 5 yaşlı Murad və 7 yaşlı bacısı olan Nigarın birgə fəaliyyətindən, onların belə deyək də sevincindən, onların xəyal gücündən bəhs olunur mətndə. Y variantı doğru fikirdir. Murad sevincindən yerə göyə sığmadı cümləsindəki frazeoloji birləşmənin sinonimi hansı variantda düzgün verilib? Yerə göyə, sevincindən yerə göyə sığmadı deyəndə burada çox sevinmək mənasında qanad açıb uçdu ifadəsi tamamilə uyğun gəlir. Deməli, frazeoloji birləşmənin sinonimi deyəndə biz onun da frazeoloji birləşmə olmasına diqqət eləməliyik. Çox sevinmək frazeoloji birləşmə deyil. Həyəcanla nə edəcəyini bilmədi. Bu da frazeoloji birləşmə deyil. Ürəyinə xal düşdü. Əksinə bu belə deyək də şübhələnmək mənfi mənadadır, yaxşı mənada deyil. Əl-ayağa dolaşdı. Bu da mane olmaq deməkdir. Deməli, frazeoloji birləşmə olsa da onun sinonimi deyil. Üçüncü sualın izahına baxaq. Aşağıdakı hadisələrdən hansılar məktəbdəki mətndəki səbəb-nəticə əlaqəsini düzgün göstərir? Demək, atası pəncərədən baxırdı. Ona görə də Murad həvəslə oynayırdı. Xeyr, atasının pəncərədən izlədiyini heç uşaqlar görməmişlər. Ona görə bu yanlış fikirdir. Yağış dayandı. Bacısı Murada kağızdan gəmi düzəltdi. Demək, xeyr, gəmini düzəltdi. Ondan sonra belə deyək də və həyətə düşdülər yağış dayandı deyə. Yəni, bunlar səbəb-nəticə əlaqəsi deyil. Gəmi çevrildi, Muradın əhvalı dəyişdi. Bəli, gəmini, deməli, gölməçədə üzdürürdü Murad, amma gəmi külək nəticəsində gəmi çevrilir deyə kağızdan gəmi, Muradın əhvalı da dəyişir, pis olur. Demək, cavab bu olacaqdır. Deməli, Nigar gəmini düzəltdi, çünki anası icazə vermişdi. Belə bir şey də mətndə yoxdur. Murad ağladı, çünki atası onları seyr edirdi. Belə bir məqam da mətndə yoxdur. Dördüncü sualla tanış olaq. Mətndə verilmiş heç bir fırtına sizi batıra bilməz ifadəsi ilə ata nəyi nəzərdə tutur? Bu atanın nitqində yer alıb. Deməli, övladlarına bunu deməklə, yəni bacı-qardaş birliyinin hər çətinliyi aşa biləcəyini ifadə edirdi burada ata. Demək istəyirdi ki, yəni siz bu cür mehriban olmaqla, bu cür bir-birinizə dəstək olmaqla davam edəsəz, sizi həyatda heç bir fırtına batıra bilməz. Buradakı fırtına sözü əslində çətinliklər mənasındaydı. Məcazi mənada işlənib. Növbəti suala baxaq. Aşağıdakı variantlardan hansı mətndəki hadisələrin ardıcıllığını düzgün göstərir? Gəmi düzəldilir, uşaqlar həyətə düşür, külək əsir. Bəli, bu ardıcıllıq mətni oxumusunuzsa görəcəksiniz ki, var. Külək əsir, gəmi düzəldilir, ata gəlir. Deməli, xeyr, gəmi düzəldilir, sonra külək əsir, bu da olmaz. Ata gəlir, gəmi çevrilir, yağış yağır. Yağış yağır, ondan sonra gəmi çevrilir və ata da onları gəmi çevrilməzdən əvvəl izləyirdi. Yəni, uyğunluq yoxdur. Gəmi düzəldilir, Murad ağlayır, atası gəlir. Atası daha əvvəl gəlmişdi ki, Muradın deməli vəziyyətini də görmüşdü. Sonra Murad ağlayır, gəmi düzəldilir, külək əsir.
Deməli, birinci gəmi düzəldilir, sonra külək əsir, sonra Murad ağlayır. Burada da ardıcıllıq pozulub. Cavabımız A variantıdır. 6-cı sualda deyir ki, mətnə əsasən aşağıdakı fikirlərdən hansı doğrudur? Murad bacısından böyük idi. Xeyr, Murad bacısından 2 yaş kiçik idi. Nigar Muradın ağladığını görüb onu da anladı. Xeyr, belə bir hal olmadı. Gəmi suya düşən kimi dərhal batdı. Xeyr, bir qədər irəlilədi, ondan sonra batdı. Dərhal batmadı. Ata uşaqları pəncərədən müşahidə etmişdi. Bəli, bu var. Atanın öz nitqindən də, atanın nitqindən də bunu müşahidə edirik. Nigar gəmini atası ilə düzəltmişdi. Xeyr, bu yanlış fikirdir. 7-ci suala baxaq. Siz bir-birinizə arxa olsanız, heç bir fırtına sizi batıra bilməz ifadəsindəki fırtına sözü hansı məcazi mənada işlədilib? Bayaq da buna oxşar bir sual var idi, amma tam bu sualın eynisi deyildi. Dənizdə yaranan dalğalar deyil, təbiət hadisəsi kimi yağış və külək deyil, insan həyatındakı çətinlik və sınaqlar. Bəli, tamamilə bu sualın cavabına uyğun gəlir C variantı. Oyuncaqların dağılması yox, uşaqların arxasınca əsən külək də olmayacaq. 8-ci suala baxaq. Aşağıdakı fikirlərdən hansı mətnin gizli məna qatını daha yaxşı ifadə edir? Yəni, altda yatan mənanı ifadə edən fikir lazım. Uşaqların təxəyyül qabiliyyəti zəif olur? Xeyr, güclü olur. Ailə üzvləri arasındakı sevgi və dəstək uşaqların mənəvi dünyasına müsbət təsir göstərir. Tamamilə doğrudur. Atanın və burada bacının Murada, belə deyək, dəstəyi elə bu ideyanın əslində yaxşı bir ifadəçisidir. Digər variantlar isə uyğun gəlmir. Oyuncaqlar uşaqların inkişafını təsir edir. Bu əsas ideya deyil. Hər bacı qardaş bir yerdə oynamağı sevir. Belə bir mətndən belə bir fikir çıxarmaq mümkün deyil. Yağışlı hava uşaqlar üçün darıxdırıcı olur. Xeyr. Əksinə maraqlı olmuşdu. 9-cu suala baxırıq. Mətnin sonunu tamamlamalı olsaq, ən uyğun cümlə aşağıdakılardan hansı ola bilər? Nigar səhər oyananda pəncərədən baxdı və daha yağışın yağmadığını gördü. Yox. Gəlin baxaq ümumiyyətlə mətnin axırı necə bitmişdi. Burada bitir ki, Murad üçün ən gözəl gəmi heç vaxt suda üzən deyil, bacısının əlləri ilə düzəltdiyi o ilk ağ kağız gəmi idi. Deməli, biz bu hissəyə cümlə artırmalıyıq. Bundan sonra nə uyğun gələ bilər? Bir daha baxaq. Deməli, A-nın əlaqəsi yoxdur. Sonra Murad bütün gəmiləri atıb artıq oynamamaq qərarına gəldi. Bu da əlaqəsizdir. Yekun bununla vurula bilməz. Ata gəmiləri suda batırmaq üçün uşaqlara kömək etdi. Burada heç gəmiləri batırmaq niyyəti yox idi. Anası uşaqlara kağızları işlətmək qadağası qoydu. Belə bir şey yox idi. Olsaydı belə mətnin, belə deyək də, nəticəsinə aid olmazdı. Bu hadisə Muradın həyatında silinməz iz buraxdı. Bəli, cavab budur. 10-cu sualda deyir ki, mətndə işlənmiş antonim sözlər hansı variantda düzgün verilib? Mətndə işlənmiş antonim sözlər ilk növbədə bu sualda 2 məqama diqqət eləmək lazım. Birinci, mətndə işlənmiş olmağı vacibdir. İkinci, bu sözlərin antonim olmağı vacibdir. Ola bilər hansısa sözlər burada antonimdir, amma mətnin içərisində işlənməyib. Buna da diqqət etsək, cavabı düzgün tapa bilərik. Gülümsəmək, qəm dəryasına batmaq. Bunlar antonim deyil. Çünki gülümsəmək sözdür, qəm dəryasına batmaq frazeoloji birləşmədir. Bunlar antonim ola bilməz. Sözün antonimi söz olmalıdır. Frazeoloji birləşmənin də antonimi frazeoloji birləşmə olmalıdır. Seyr etmək, kənarda durmaq əlaqəsi yoxdur. Gülümsəmək, ağlamaq. Belə bu olacaq cavabımız. İkisi də sözdür. Gözləri dolmaq, ürəyi açılmaq. Antonim olsa da sözlər deyil, frazeoloji birləşmələrdir. Düzəltmək, çevrilmək də olmaz. Deməli, ilk mətnin izahı bu qədər. Keçirik ikinci mətnə. Qeyd edək ki, birinci mətnimiz bədii mətn idi. İkinci mətnimiz isə elmi publisistik mətndir. Qırmızı planet. Deməli, Mars planeti haqqında məlumatlarla zəngin olan bir mətnimiz var. Yavaş-yavaş mətni çevirirəm ki, mətndən demək tanış olub, videonu dayandırıb tanış ola biləsiniz. Keçək indi birinci sualın izahına. Mətnin məzmununa əsaslanaraq plan bəndlərinin doğru ardıcıllığını müəyyən edin. Demək, ikinci evin tədqiqatı, qırmızı planetin diametri və il uzunluğu, Marsda su və həyat ehtimalı, Mars Günəş sisteminin 4-cü planeti. Gəlin baxaq, 4-cü planet olmağından harda danışılır? Baxın, ilk. Deməli, əvvəlcə 4 ilə başlamalıyıq. Sonra, deməli, qırmızı planetin diametri və il uzunluğu. Deməli, diametri gördüyümüz kimi bu hissədədir və il uzunluğu da buradadır.
Deməli, sonra 2 gələcək. Ondan sonra Marsda su və həyat ehtimalı. Deməli, baxın, bu hissədə suyun mövcudluğu, həyat ehtimalı bu hissəyə aiddir. Deməli, burada 3 olacaq. Sonra da deyir ki, ikinci evin tədqiqatı. İkinci ev, baxın, bu da sona aiddir. Deməli, biri də ən sonda yazacaq. Olacaqdır 4, 2, 3, 1. 4, 2, 3, 1 D variantına uyğun gəlir. Növbəti sualda deyir, Marsın qırmızı planet adlandırılmasının əsas səbəbi hansı variantda düzgün qeyd olunub? Ümumiyyətlə, bu elmi publisistik mətnləri işləyəndə mütləq mətnə dəfələrlə qayıtmaq vacibdir. Düzdür, bu bədii mətnlərə də aiddir. Amma elmi publisistik mətnlərdə isə bu daha çox vacib olur. Çünki rəqəmlər, faktlar şifahi yadda qalmır. Təkrar-təkrar baxıb tutuşturmaq lazımdır ki, hansı uyğun gəlir. Demək, baxaq, səthində çoxlu vulkanların olması, yox, ümumiyyətlə qırmızı planet məsələsinə gəlin qaydaq. Deyir ki, atmosferdəki oksidləşmiş dəmir parçacıqları planetə xarakterik olan qırmızı rəng çalarları verir. Deməli, oksidləşmiş dəmir parçaları. Baxsaq bura, səthindəki dəmir oksidlərinin qırmızı rəng verməsi cavab olacaq C variantı. 13-cü suala baxaq. Bir zamanlar Marsda suyun mövcudluğu barədə məlumatlar əsasən hansı tapıntılarla bağlıdır? Baxaq, mətn içərisindən cavablandıraq. Demək, sualımız necə idi? Bir zamanlar suyun mövcudluğu barədə məlumatlar. Deyir ki, elm adamları Marsda əvvəllər suyun mövcud olduğunu göstərən geoloji izlər, köhnə çay yataqları, göl delta strukturları, minerallar aşkar ediblər. Hal-hazırda su əsasən buz şəklində qütb bölgələrində qalıb və donmuş şəkildə deməli. Baxaq görək buna uyğun variantı nə var? Buzlaqlar və su qalıqları olacaq cavabımız B variantı. Çünki digər variantların əlaqəsi yoxdur. 14-cü suala baxaq. Marsda orta temperatur yer ilə müqayisədə necədir? Demək, burada Marsın orta temperaturu qeyd olunmuşdur ki, gəlin baxaq. Orta temperatur -55. Gündüz tropik bölgələrdə müsbət 27-yə qədər yüksəlir. Deməli, dəyişkənlik var burada. Gecə saatlarında hətta -133 görürsünüzmü? Yer kürəsində nə qədər soyuqdur. Yerdə demək olar ki, temperatur sıfıra enəndə bu dözülməz bir hal olur. Yəni, sular buzluyur, həyat şəraiti çətinləşir. Təsəvvür edin ki, yerdən nə qədər soyuqdur oradakı hava. Və daha isti olmaz. Marsda təxminən eyni olmaz. Daha soyuq və dəyişkən olar. Məsələn, yerdə temperatur çox dəyişkən olmur. Hardasa deyək ki, gecə ilə gündüz fərqi təxminən 5-10 dərəcə fərq eləyirsə, orada məsələn 100 dərəcəyə qədər fərq eləyə bilir. Qütblərdə isti, ekvatorda soyuq deyir. Buna oxşar bir şey var, amma düzgün deyil bu. Qütblərdə demək, əksinə soyuq, ekvatorda isti olmalıdır. Demək, burada baxaq, qeyd olunmuşdur. Qütb zonalarında, gecə saatlarında 133, -133. Deməli, qütbdə daha da soyuqdur. Ona görə bu da səhvdir. Stabil də deyil, dəyişkəndir. Ona görə Y də səhvdir. 15-ci suala baxaq. Mətnə görə Marsın tədqiqi elmi baxımdan niyə vacibdir? Mətn içərisindən elə cavabı təqdim eləyək. Deməli, həm tədqiqat, həm də gələcəkdə insanlığın yaşaması baxımından böyük maraq doğurur. Onun təbiəti, iqlimi, geoloji quruluşu alimlərə yer kürəsinin keçmişi və gələcəyi haqqında vacib ipuçları verir. İndi gələk mətnindən suala. Yer kürəsinin keçmişi və gələcəyi haqqında məlumat əldə etmək üçün cavab olacaq C variantı. 16-cı suala baxırıq. Mətnin əsas ideyası hansıdır? Marsda həyat yoxdur və tədqiqatlar mənasızdır. Xeyr. Əksinə, Marsda həyat ehtimalı ilə tədqiqatlar davam etdirilir. Marsda həyat yalnız süni şəkildə yaradıla bilər. Məsələ bundan ibarət deyil. Marsda nə zamansa təbii şəkildə həyatın mövcud olduğu faktlarını üzə çıxarmağa yönəlib bu tədqiqatlar. Marsın tədqiqi insanlığın gələcəyi üçün mühüm elmi addımdır. Bəli, yer kürəsinin keçmişi və gələcəyi üçün böyük addımlar, böyük ipuçları verir, bayaq qeyd olunmuşdu. Elə cavabımız C olacaq. Kosmosda yalnız Mars yaşayış üçün uyğundur, xeyr.
Mars yerə ən çox bənzəyən planet deyil. Xeyr, ən çox bənzəyən planetdir. 17-yə baxırıq. Aşağıdakı fikirlərdən hansı mətnə əsasən səhvdir? Marsda bir gün yer kürəsindəki bir gündən bir qədər uzundur. Bu doğru fikirdir. Çünki burada qeyd olunmuşdu ki, Marsda gün demək 24 saat 37 dəqiqədir. Yəni yerdən bir qədər uzundur. Deməli, doğru fikirdir. Doğru fikirdir. Yerdən bir qədər uzundur. Marsın ilinin uzunluğu 687 yer gününə bərabərdir. Bu da mətndə var idi. Doğru fikirdir. Ondan sonra Marsın qırmızı rəngi atmosferindəki oksidləşmiş dəmir parçacıqlarından qaynaqlanır. Bu da bayaqdakı sualda rastımıza çıxmışdı. Doğru fikirdir. Mars hazırda Günəş sisteminin 3-cü planetidir. 3-cü yox, 4-cü planetidir. 3-cü planet yerdir. Elm adamları Marsda suyun mövcud olduğunu göstərən geoloji izlər aşkar ediblər. Bu da doğru fikirdir. Cavab D oldu. 18-ci sualda deyir ki, mətndə işlənmiş köhnə çay yataqları, göl delta strukturları və minerallar aşkar etmişlər. Cümləsindəki fərqləndirilmiş sözü hansı ifadə ilə əvəzləmək mümkündür? Aşkar etmişlər sözdür. Bu bir sözdür. Bunu ifadə ilə necə əvəz edə bilərik? Göl delta strukturları və minerallar üzə çıxarmışlar deyə bilərik. Aşkar etmək üzə çıxarmaq deməkdir çünki. Yaxın mənalıdır, qarşılığıdır. 19-da deyir, mətndə işlənmiş hansı sözün amonimliyi yoxdur? Donmuş. Biz bilirik ki, amonimlər başlanğıc formaya görə müəyyənləşir. Deməli, donmuş. Qrammatik şəkilçində çıxanda don sözü bəli amonimdir. Donmaq feili və don ismi var. Saat elə başlanğıc formadadır. Bu formada baxırıq. Deməli, yoxdur deyirsə, anı çıxdıq. Var çünki. Saat sözü də amonimdir. Bir mücərrəd, bir də konkret isim kimi işlənə bilir. Bir qol saatı, divar saatı, əşya kimi, bir də zaman ölçü vahidi kimi saat. Deməli, bu da amonimdir. Kimi, bu həm qoşma, həm də əvəzlik ola bilir, amonimdir. Günlərdən, yenə də gəlin başlanğıc formaya baxaq. Lər və dən qrammatik şəkilçilər olduğu üçün çıxanda gün sözü qalır. Gün sözü də müxtəlif mənaları bildirir. Amonimdir. Bir ilin, ayın günləri, bir də demək səma cismi kimi amonimdir. Planet isə anonim deyil. Cavab olur Y variantı. 20-ci sualda deyir ki, mətnə əsasən Mars planetinin elm dünyasında hələ uzun illər ikinci ev axtarışlarının mərkəzində qalmasının əsas səbəbi nədir? Marsda il uzunluğunun 687 günə bərabər olması, yəni bu deyil səbəb, bu niyə də olsun ki? Marsda orta səth temperaturunun -55 dərəcə olması, bu da deyil. Marsın diametrinin, yer kürəsinin diametrinin təxminən yarısı olması, bu da deyil. Marsın təbiəti, iqlimi və geoloji quruluşunun yer kürəsinin keçmişi və gələcəyi haqqında vacib ipuçları verməsi, bəli, məsələ budur. Cavab, deməli, suyun yalnız bu şəklində qalması, bu da deyil. Oldu Y variantı. 21-ci sualda deyil, artıq qrammatika suallarını keçid edirik. Üzgünlük və üzləşdirmə sözləri ilə bağlı ortaq fikir. Hər ikisi başlanğıc formadadır. Bəli, üz, üzgün, üzgünlük. Üz, üzləşdirmək. Hər ikisi başlanğıc formadadır. Mək qrammatik olduğu üçün bu səhv fikirdir. Uzanan sait var deyir, səhv fikirdir. Uzanma yoxdur bu sözlərdə. Ahəng qanuna tabi olmayan sözlərdir, səhvdir. İkisi də tabidir. Dodaqlanan saitlərin sayı eynidir. Birinci sözdə 3 dodaqlanan sait var, ikincisində 1. Eyni samit səslə bitir. Bəli, ikisi də xışdırıq səsi ilə üzgünlük, üzləşdirmək. Y variantı. 22-ci sualda hansı sözün leksik mənası səhv göstərilib? Divan şeirlər toplusu, bəli, amonimdir, bir mənası elə bu deməkdir. Divanə, dəli, ağlını itirmiş, bu da doğrudur. Peyk, planet və ya ulduzların ətrafına dövr edən səma cismi, bu da doğrudur. Gündəm, həlli vacib olmayan əhəmiyyətsiz məsələ, xeyr. Gündəm, həlli vacib olan əsas məsələyə deyilir. D variantı səhvdir. Namə məktub deməkdir, bu da doğru. 23-cü sualda hansı sözlərin yazılışı səhv verilib soruşur. Səmt, əmr, ikisi də düz verilib. Qəbr, əsr, qəbirdə i var. Deməli, bu söz səhv verilibdir. Biri səhv, biri düz. Ona görə bunu da çıxırıq. Yəni, bizə lazım ikisi də səhv olan.
Səbir, mühit. Deməli, səbir olmalı idi, səbir. Mühit də olmalı idi, mühit. Hər ikisi səhv verilən budur. Kəsir, peşman. Burada hər ikisi düzgündür. Müdir, ümid, hər ikisi düzgündür. İkisi də səhv olan C variantıdır. 24-cü sualda hansı sözlərin tərkibində yalnız keyfiyyət fərqi var? Deməli, keyfiyyət fərqi bir səsin başqa səsə keçməsidir. Kəmiyyət fərqi isə səs və hərflərin sayındakı fərqdir. Neftçilər sözündə kəmiyyət fərqi də var. Əslində elə kəmiyyət fərqi var, keyfiyyət fərqi yoxdur. Yəni bir səs başqasına keçməyib, sadəcə t düşüb. Ona görə bu olmaz. Xoşbəxtlikdə həm keyfiyyət, həm kəmiyyət fərqi var. T düşür, l da d-yə keçir, k da x-yə keçir. Okeanlar l n-yə keçir. Deməli, burada da digər ikisində deməli burada kəmiyyət fərqi də var. Burada yalnız keyfiyyət fərqi var. Ona görə bütün sözlər uyğun gəlmədiyi üçün cavab ola bilməz. Bahardır. Deməli, kəmiyyət fərqi var. Yazarlar. Burada keyfiyyət fərqi var. Çiçəklər keyfiyyət fərqi. Amma hamısı uyğun gəlmədi. B variantında bahardır sözü uyğun gəlmədiyi üçün bunu da çıxırıq. Təəssüflə. Təəssüflə. Deməli, burada ənin biri düşür, digəri uzanır. Deməli, bir dənə səs düşümü oldu. Lə olur nən. L n-yə keçdi. Sona da bir n əlavə olundu. Deməli, burada səsin biri düşdü. Çıx bir qoyuruq. Burada da n-nın biri artırıldı. Deməli, burada da bir üstə gəl qoyuruq. Deməli, bir səs düşüb, bir səs artıb. O zaman kəmiyyət fərqi olmayacaq burada. Keyfiyyət fərqi isə var. L n-yə keçib. Gəlməyəcək. Burada da ə-i-yə keçir. Q da x-yə keçir. Deməli, burada da yalnız keyfiyyət fərqi var. Köçkünlük. Q keçir g-ya, l keçir n-ya, Q da keçir x-yə. Deməli, C variantındakı bütün sözlər uyğun gəlir. D niyə olmaz? Dəftərlərdə keyfiyyət fərqi var, uyğun gəlir. Ehtiyatla sözündə kəmiyyət fərqi var. Axıra n əlavə olunduğu üçün bu söz uyğun gəlmir. Canfəşanlıq da uyğun gəlir, amma ehtiyatla sözü uyğun gəlmir. Teatrlar. Bu uyğun gəlir, yalnız keyfiyyət fərqi var. Cəfəngiyyat, y düşür. Burada kəmiyyət fərqi var. Kommunalda da m düşür. Burada həm kəmiyyət, həm keyfiyyət fərqi var. Ona görə bu iki söz uyğun gəlmir. Y-də ola bilməz. Cavab qaldı C variantı. 25-ci sualda hansı sıradakı mürəkkəb sözlər digər sıradakılardan fərqli üsulla yaranıb? Kino rejissor müxtəlif mənalı sözlərin birləşməsi, video reportaj müxtəlif, açıq qəlbli müxtəlif, ayı pəncəsi ayırd etmə, alnı açıq müxtəlif. D-yə baxaq, axşamüstü ara bir göz oxşayan müxtəlif mənalı, əmi oğlu bucaq ölçən alagöz müxtəlif mənalı. Amma C variantındakı sözlər isə tərəflərindən biri ayrılıqda işlənə bilməyən sözlərin köməyi ilə yaranıb deyə fərqli üsulla yaranmış sayılır. Cavab olur C variantı. 26. Hansı sırada sinonim frazeoloji birləşmələr verilib? Həyat verməyə canını almaq antonimdir. Çiçəyi çıtlamaq, ürəyi dağa dönmək, hər ikisi sevinmək deməkdir. Bunlar sinonim frazeoloji birləşmədir. Gözü doymaq, göz qulaq olmaq, bunlar fərqli mənalardır. Nə antonimdir, nə də sinonim. Əldən düşmək, ələ düşmək fərqli mənalardır. Ayağından çəkmək, ayağına düşmək fərqli mənalardır. Demək, 27-də eyniköklü sözlər cərgəsini seçin. Eyniköklü sözlərin yaranması üçün vacib şərt kökləri eyni nitq səsi olmalıdır, köklərin ifadə etdiyi mənalar eyni olmalıdır və mütləq düzəltmə olmalıdır. A variantında sadə söz var. Deməli, bu eyniköklülük sırasını pozur. B variantında çiçəyi sadə sözdür. Bu da eyniköklülüyü pozur. Unsuz, unlamaq olur. Leksik şəkilçi var. Unlu. Bu da olur. Köklərin mənası eynidir. Hər biri də düzəltmədir. Deməli, cavab bu olur. Burada gözləmək, gözəllik, gözlük. Gözəllik sözünün kökü göz deyil, gözəldir. Ona görə bu da pozdu. Dərinlik, dərindir, dərindən. Dərindir sözü qrammatik şəkilçi var burada. Ona görə bu da sıranı pozdu. 28-ci sualda biri həm amonim, həm də çox mənalı sözdür. Baş yalnız çox mənalıdır. Göz yalnız çox mənalı. Tut həm amonim, həm çox mənalı sözdür. Ordu nə amonimdir, nə də çox mənalı. Ədat nə amonimdir, nə də çox mənalı. Tut sözünün mənaları isim və feil kimi amonim olur.
Məcazi mənada da çox mənalı kimi işlətsək, sözünü tutmaq deyəndə söz çox mənalı olur. Ona görə də cavab C variantı. 29-da deyilir ki, hansı sözün yazılışı düz, tələffüzü səhv göstərilib. Natiq sözünün yazılışı düzdür, tələffüzü səhvdirmi? Bəli. Burada k ştrix olmalı idi. Ştrix qoyulmayanda k deməkdir. Bu natik yox, natik olmalı idi. Elə cavab A olacaq. Digərlərində baxın, yazılışı düzdürmü? Düzdür. Tələffüzü də düzdür. Amma tələffüz səhv olmalı idi. Ona görə B olmaz. C-də motorlu yazılışı düzdür. Tələffüzü motorlu, o da düzdür. Ona görə bu da olmaz. Lotereya yazılışı səhvdir. Amma bizə deyil yazılışı düz olsun. Tələffüzü düzdür, yazılışı səhv. Bunu da çıxdıq. Qlobus düzgün yazılıb, düzgün də tələffüz olunub. Amma tələffüzü səhv olmalı idi deyə Y də uyğun gəlmir. Cavab qalır A variantı. 30-cu sualda deyir, biri məntiqi ardıcıllığı pozur. Deməli, qoskoca düzgün yazılıb. Korifey düzgün yazılıb. Kenguru düzgün yazılıb. İnqilab, qıdan sonra bir i olmalıydı burada. Bu səhv yazılıb. Əskilik düz yazılıb. Deməli, yanlış orfoqrafiya cəhətdən yanlış yazılan söz D variantındadır. Sınağın izahı bu qədər. İnanıram ki, faydalı oldu. Bu sınaqlarımızın davamı gələcək. Buraxılış həm 9, həm 11-ci siniflərin buraxılış imtahanları ilə bağlı, irəlidə isə blok imtahanı ilə bağlı sınaqlarımız olacaq. Eyni zamanda müəllimlərin işə qəbul imtahanına hazırlaşanlar, sertifikasiya imtahanına hazırlaşan müdavimlər üçün də sınaqlarımız olacaq. Kanalımızı izləyin, rəy yazın, sizi maraqlandıran mövzuları qeyd edin, həmin mövzularda izahlar çəkək. Sizə daha çox faydalı olaq. Növbəti videolarda görüşərik.